Salam dostlar, necəsiz? İnşallah dinənki o çox danışdığım videodan sonra qulaqlarınız yerindədir. Danışmıram, danışanda da dayana bilmirəm. İndi ayağını apardım, hazırlara qoydum. Gəldim, cirmişdim, çörək alan, biraz meyvə aldım. Pesoq aldım, xala indi özünə qənd pişirir. Pesoq tutarmışdı, biraz banan aldım. Alma aldım biraz. Kivi aldım. Çörək göstərdim. Çörək aldım. Bir də tıkva aldım. Qabaq. Bunu indi sofrada belə pişirəcəyik. Belə nəfər pesoq səpib bəlkə eləmsə pesoğuna belə desert kimi elədik. Elə istəyirəm məsələn. Ay sən şöyle. Nerede yaparlar? Dərgən video baxırdıq. Kənd yerində onlar da belə nəsə belə yeməklər qoymuşlar. Tıkvanı belə qaynadırlar, qoyurlar. Ayşə də heç tıkva yeməyibdi də. Bu qabaqdan heç yeməyibdi. Heç biləm ki, yəni yeməz də. Belə deyir ki, mən deyir atın ora. Deyim ki, verin. O tıkvanı verin mənə yeyeyim. O stolda nə var verin yeyeyim. Tıkvanı deyilmir. İndi pişirəcəm, heç yeməyəcək bəlkə. Xala da biraz su pişirdi, bulgur supu. Bir yemək pişirməyəcəyik. Yəni, axşam yemək pişirmişdim, biraz kotlet qızartmışdım, ondan qalıbdı. Şu, belə. Bunlar da yuyum təmiz. Mağazində belə düşdü, paket açıldı, almaların hamısı töküldü yerə. Tıkvan təmizləyirik pişirməyə, amma taşda çiğ yeyib qalmış. Çiğ çox tatlıdır. Asil problemlər olacaq. Otur, mən deyirəm çox tatlıdır, əsil deyir çox iyi. Yəni tatlı deyil. Baxın görün, mən nə sözlərlə eləmişim. Belə düzdür listə. İndi qoyacaq pişsin. Pişəndən sonra prob eləyəcək. Çox şirinə az olsa. Yeyə. Doyamadım. Şirinə az olsa biraz səpəcəm pesoq. Amma normal olsa elə belənsə şəkərsiz, heç nəsiz pişirib yiyəcək. Bilmirəm, normalda su vururlar, tökmək lazımdır ya yox. Amma mən biraz su tökdüm. Hər ehtimala qarşı hardasa bir stəkan su tökdüm. Çünki parlanıb pişə-pişə parlanacaq, uçacaq. Amma su tökməsək çox qızarar yəqin ki, yanar. Pişməmiş. Ona görə tökdüm. Bir də qəndi də maraqlı gələr. Nə bilim, qənd nəfəri pişiririk, neyliyirik. Normalda nabat hamı pişirir, tavaya tökür, tam belə qızardır. Nabat deyirik, tam bərkir tavada, sonra götürürük. Bunu belə pişiririk xala, belənsinə pişirir, haradasa belə baxanda hazırdır. Belənsinə hazırdır. Tökür qaba, orada donur, listindən çıxır, ağ qənd kimi olur. Tam ağ olmur yəni, amma qıpqırmızı bildiyimiz nabatlar kimi də olmur. Amma məricət hazırdır. Belə, buralarda bilirsiniz ki, nə bilim, buralarda yaşayanlar yəqin bilər, qənd elə də yaxşı qənd olmur, hamısı pesoq kimi olur, qoğursan ağza təm su kimi gelir. Xala da xoşlanmır, xala da pastayanı gəlmən çay içir, yəni şirniyyat falan, konfet falan, heç nə işin ağla. Ucu burada qırağında var, bərkirdir, ucu qənd kimi oldu. Baxın, götürüm mən. Belənsinə pişirir, dökür, donur, olur qənd. Normal qəndlər almırıq burada. Pişdi qəndimiz belənsinə. Qaynar olduğu üçün qaynar-qaynar dəmir qaba tökürük. Belənsinə. İndi bunu çevirmişik də, tərs üzüdür. Çevirsən, sonra belə qaşıqla, belə çırpırıq üstündən bərkir elə. Çırpa-çırpa bərkir, olur belə bərk qənd. Yəni qazan içində tam bərkidib, dəmir kimi eləyib çıxartmırıq da, biraz sulu. Hələ xala deyir, xala gəldi, mən baxdım, xala dedi, hələ biraz çox
şey oldu. Biraz da lazım idi duru götürmək. Mən orada göstərdiyimdən bir balaca tez lazım idi. Pişdi uje. Ayselə biraz yenə xoşuna gəlmədi. Biraz deyildi pesoq səpəm, amma çox şirindir. Pesoq heç birinə səpmədik, bal kimidir. Aysel üçün bir ikisinə belə pesoq səpdik, prob elədik. Qəşəngdir, yedik. Bunlar da pesoqludur. Mən çıxıb gedirəm ayağını gətirməyə. Biraz gün çıxıb işdə. Açqımı taxdım, prob elədim. Mən bəlkə taxım. Özümlə götürəcəm. Çox gün və həmişə qarın, günəşi adamın gözünü değişir. Hadi değişir deyəndə, yəni həqiqi mənada değişmirdi. Yəni gözünə girir. Mənim nətər olur? Cüyürü olur. Biləm. Mən qaçdım. Mən ayağımı gətirdim. İndi yemək hazırlayırıq ki, yeyək. Yeməmişdən qabaq bir dənə yorum gördüm. İstədim onu tez unutmamış deyəm. Bir videonun altına biri yazmışdı. Mən deyim sizə tez. Tam oxuyum. Görünüşü yazan türkdür. Yazıb Instagram adresiniz nədir? Takip edib katkada bulunmaq istəyirəm. Və boynunuzdakı muskayı çıxarmanızı tavsiyə ederim. Bir problem yaşıyorsanız ulaşın bana. Yardımcı olurum elimdən gəldiyi kadar. Sizdən gəldiyi qədər sağ olun. Əgər mənə bu muskanı çıxarmağımı, duvanı çıxarmağımı məsləhət görürsünüzsə, deməli sizin elə özünüz bu işlərlə məşğulsunuz. Mən heç vaxt caduya, baxıcıya, belə şeylərin heç birinə inanan insan deyiləm. Heç vaxt elə şeylər eləmirəm. Ay cadukara gedək, nə bilim, dua yazana, mollaya, nəsə elə bir şey eləmirəm. Çox şükür Allaha inanıram. Allahın hər şeydə hamıya kömək olsun, bizlər də içində. Bu mənim elə bir pis bir şey deyil. Ayəti kürsüdür, nəsə yaxşı bir duadır, xəstəlikdən, belə pis şeylərdən qorumaq üçün mən özümü rahat hiss edirəm. Elə bir, yəni mənə nə məşət eləmir, nə ziyanlı, elə bir şey deyil. Yəni o belə nəsə bir ziyanlı bir şey olar ki, deyəsən, nə bilim, mən özümü qoruduğuna inanıram, nəzərdən, gözdən, nəsə bir şeylərdən. Suğunu taxmışam, elə bir heç kəsə ziyanlığı yoxdur. Heç kəsdən də məsləhət almaq, kömək almağa fikrim yoxdur, ehtiyacım yox. Çox sağ olun, çox təşəkkür edirəm. Bəlkə də nə fikrinə yazmışsınız bilmirəm, amma yox, ehtiyacım yoxdur. Heç bir kəsdən kömək almağa, nə bilim, deməli sizin özünüz yəqin ki, o baxıcıdır, nə bilim, axı cadu eləyəndir, fala baxandır, yəqin ki, onlardan siz kömək eləyə bilərsiniz mənə, amma yox, kömək ehtiyacım yoxdur. Çox şükür, prosta özümə bilmirəm, mən inanıram ki, belə ziyanlı bir şey deyil, adi bir duadır. Evimizdə bütün günü namaz qılır, lap qıldın, qılmadın, ayəti kürsüdür, yaxşı dualardır. Həm məsləhət görünür, həm oxusun, çoxlu oxunur da, evdə bəzi yerlərdə, yəni, indi asılan vardı, ayəti kürsüdür, yenədir. Bunu da mən öz üstümdə saxlayıram, elə bir şey inanmıram ki, yəni bunun içində nəsə ziyanlı bir şey olar. Elə, istədim açıqlayam onu, içimdə qalmasın. Özünə əziyyətə verim. Neçə saatdir yadımız ki, kamera açmamışım. Aysel həyətə gedib, bu özünü istirahət edir, özünə əziyyətə vermir. Görəm axı basanı. Get yat da, yorulmuşsan. Yatmaya yattım. Xamir. Aysel deyir, mənə lübu xəmri deyir, qoy tufafqaya pişsin. Mən yeğenim xəmir, yeyim deyim, bir xəmir olsun. Sizdə var xamir.
Yedim. Hadi. Unu su ilə qadım otur belənsin xurra kimi. Onda pişir onu sonra. Bəlkə atım qaynasın. 1, 2, 3, Yok. go. Piç onu ye. Go. Mən gəldim kuxniya. Çünki Aysel xanım əslində bir belə məndə də bir belə gəldi ki, bəlkə keks eləyim. Amma Aysel demişdi ki, mən yaxıma mənə nəsə bir şey pişir, xəmir. Xəmir oxar. Nə bilim, axı dilini Allah deyir, nə bilim, nə. Dedim, yaxşı onda bəlkə keks eləyim. Deyir, mənə niş bir xəmir olsun. Prosto xəmiri elə qoy pişsin, tufaqda ver mən yeyim. İndi bir dənə keks eləyim, tez. Hadi elə bilə bir keks, tez. Tez bazar. Elə. Bəlkə fruktovu eləyək keks. Yox, Yaxına. yox, Ayanda direkt, ayanda ayrekla xoşlanır. yox, yox. Bizdə biri belə xoşdur, biri belə xoşdur. İndi cəviz çıxartdım marezinlikdən. Yanıma düşdü, deyim, sonra çəkim. Şimdi saxlayır çərəzi marezinlikdən. Onu hamısını yox, belənsə çox olanda qoyuram marezinlikə. Biz elə bir ki, payızda cəviz yığılmır, təzə cəvizi qoyduq, çox idi. Qoyduq marezinlikə. Nə donmur, məsələn, belə sərin bir şey olur. Donub eləmir hesab. Quru cəvizdir adi. Nəmliyi belə var, o da xalı deyim ki, nəmliyi iləndir. Yəni, nəm də deyil, demək olmaz, soyuq demək olar. Belə bu dəqiqə ağaçdan qırılıbdır. Tərtəmiz, iyisi, belə dad, heç sürə dəyişilməyib, heç nə. İndi biraz Aysel cəvizli istəyir, Ayan heç nəsi istəyir. Bir iki dənə balaca belə qablarda heç nəsiz eləyəcəm, qalan cəvizli böyük qab. Açsan. İkisini öyle koy, bunları koy onun içine. Bravo. Нет, вот маленький вот. Orada yok Ayka. Bunların içine. Ama böyle elə. Al. Bu Orxanın məktəb vaxtı texnologiya dərsində, əmək dərsində düzəltdiyi axlodu. Rəyhanə də saxlayır. Biz xəmir pişirəndə biz beləyik. Mama, manso. Ay, canım. Vermirəm çünki məlum 3 yumurta, pesto, süd, yağ, un belə. Adi bir keksdə həmişə olduğu kimi hər dəfə eyni şeyində reseptini belə vermək də mənasızdır. Baba. O 2 dənə qoymuşsan mı? Yox. Belə mən azdım, qutaydım. Elə qəşalındı ki. Amma bütün yağlı oldu. Mama da hələ pişir. Keksi qoydum pişsin. Bu da burada dərs oxuyur. Dalını söndər. Axı. Keksi də pişdi. Biraz alçaq oldu. Çox uzun olmadı. Çünki yarısını dövmüşdüm. Balaca pankeklər kimi. Sadə eləmişdim. Bunu da cəvizli elədim Ayselə. Kəsim. Mən keksi xoşlayıram isti-isti yemək. Прям горячий.
Zəvzini çox bol elədi. Əlavə də sonra Aysel dedi ki, az olacaq, biraz da qat. Biraz da zəvz qatdım. Elə. Bol zəvzli keks. Buraları da yığışdırdım, qutardım, çay qoydum. Yerim içəriyə. İçək, günü də qutaraq, bölünlərdə yəqin ki, qısa videolar. Ya mən həddindən artıq çox uzun video, ya da həddindən artıq çox qısa video qoyuram. Dünənki çox uzun videodan sonra bölünləri biraz qısa eləyim. Sizi də başınızı ağrıtmayayım. Çünki danışanda çox danışıram. Sonra da montaj eləyəndə o danışdığımın zulmunu mən çəkirəm. Həqiqətən də hələ çox kəsmişdim, çox yerlərini. Bəlkə də videoda daldan da belənsinə uyğunsuz temadan temaya keçdiyimi görə bilərsiniz. Bəlkə də biraz mənası gələ bilər. Bəzi çox yerlərini kəsmişdim videonun. Nəysə uzun sözün qısası, yenə dünənə keçməyək. Videonu da bağlayaq. Belə, bütünlük bu qədər. Sağ olun, inşallah bəyənərsiniz. Abunə olmayanlar da inşallah abunə olar. Səhər görüşmərik, bilmirəm, şübhəliyəm, bəlkə səhər çəkmədim. Amma bir dənə şey istəyirəm deyəm, bəlkə xala bir-iki günə gedəcək. Kiminsə xalaya, mənə aid xalaya sual vermək istəyən, ya nəsə belə bir, mənə xalaya aid sual vermək istəyən, belə bir sual-cavab kimi bir şey olar. Kim istəsə yazsın suallarını. Bəlkə elə bir videoda çəkə bilərik, qısa bir video xalayla. Amma səhər bəlkə vlog çəkmədim. Suallar biraz çox gəlsə, elə səhər elə bir şey, söhbət videosu eləyərik xalayla. Belə. Olar. Yenə sağ olun. Bir də təkrardan sağ olun.